Desertdən öncə nahar. Bugünkü mövzumuz daxili nizam-intizamdır. İnsan öz daxili çəkişmələri ilə necə başa çıxmalıdır və daxili çəkişmələrindən necə ona faydalı şəkildə istifadə etmək üçün bir yol tapmalıdır. Bu mövzuda bugün sizinlə söhbət edəcəyik. Bəs biz daxili nizam-intizamımızı düzəltmək üçün nə etməliyik və özümüzdə hansı dəyişikliklər üçün çalışmalıyıq? Daxili nizam-intizama əməl etmədikdə bizim başımıza iki hadisə gələ bilər. Bu hadisələr hansıdır? İlk olaraq biz gözlənilməyən nəticə ilə qarşılaşa bilərik ki, bu da bəzən bizim uzaq görəndiyimiz nə qədər yaxşı olsa da, heç gözləmədiyimiz bir reaksiya ilə qarşılaşa bilərik ki, bu yaxşı da ola bilər, pis də ola bilər. Bunun ikinci təsiri isə bizim yanlış nəticəmiz ola bilər ki, bu yanlış nəticəsində biz həqiqətən gözlədiyimizdən daha da pis nəticə əldə edə bilərik və bu hissədə gedişatdan məğlub ola bilərik. Bəs bu məğlubiyyətlə qarşılaşmamaq üçün biz nə etməliyik və hansı addımları atmalıyıq? Gəlin buna baxaq. Gəlin belə düşünək. Biz öz gələcəyimiz üçün müəyyən yatırımlar edirik, öz gələcəyimiz üçün zəhmət, pul, vaxtımızı ayırırıq. Lakin bizə verilən ev tapşırıqlarına lazım diqqəti yerinə yetirmirik və ev tapşırıqlarının üstündə çalışmırıq və bu zaman nələr baş verir? Biz bilirik ki, təxəyyülün iki növ var. Sintektik təxəyyül və yaradıcı təxəyyül. Biz əgər öz üzərimizdə çalışmadıqda və biz nəyisə inkişaf etməyə çalışmadıqda bizdə yaradıcı təxəyyül zəifləyir və biz onu unutmamalıyıq ki, yaradıcı təxəyyül sadəcə beynin davamlı şəkildə yorulması nəticəsində daha yeni ideyalar vermək üçün yönəlmişdir. Bəs biz bu yaradıcı təxəyyülü inkişaf etməsək, yalnızca sintektik təfəkkürlə davam etsək nələr baş verəcək? Baxın, biz hər hansı bir aləti kəşf eləmişik və bu aləti inkişaf etdirmək istəyirik. Bu zaman bizə lazım olan təxəyyül növü, təfəkkür növü sintektik təxəyyüldür. Çünki sintektik təxəyyül bizə yeni nəyisə kəşf eləməyə kömək etmir. Sadəcə bizim əlimizdə olan avadanlığı və yaxud da aləti inkişaf etdirmək üçün yardım edir. Yaradıcı təxəyyül isə bizim daha yaxşı, daha nəticə verəcək, daha gözəl bir aləti, daha gözəl bir elementi kəşf etməyimizə kömək edir. Və biz davamlı şəkildə beyin həmlələri ilə, beynimizi yormaqla, ev tapşırıqlarında işləməklə, daima nəyisə dinləməklə, təlimlərə qoşulmaqla, koçları dinləməklə öz yaradıcı təxəyyülümüzü inkişaf elətdirə bilərik və yaradıcı təxəyyül köməyi ilə özümüz üçün, gələcəyimiz üçün, inkişafımız üçün yeni addımlar ata bilərik. İndi isə qayıdaq mənim videonun əvvəlində dediyim cümləyə. Desertdən öncə nahar. Biz bilirik ki, daxili intizamın əsas bir qaydası var. İlk olaraq nahara başlayırıq, nahar yedikdən sonra sonda isə desertə başlayırıq. Baxın, yemək ağır bir prosesdir. Yedikdən sonra onun həzm olunması var və biz bunu həzm etmədikdən öncə deserti qəbul etsək, yeməklə desert arasında müəyyən bir qatılaşmış pərdə əmələ gəlir və bu yeməyin həzm olunması gec olur. Baxın, bunu düşünün. İşdən evə gəlirsiniz, açsız və sizin qabağınıza şam yeməyindən öncə böyük bir şirniyyat, məsələn, böyük bir tort dilimi qoyurlar. Artıq bu tortu yedikdən sonra sizin şam yeməyinə həvəsiniz qalmır, iştahınız olmur. Və bu cümlə nə deməkdir? Əgər biz önümüzə xırda işləri, vacib olmayan işləri qoysaq, əsas işlərə vaxt sərf edəcək zamanımız qalmaz, onun üçün olan həvəsimiz qalmaz və motivasiyamız itər. Biz artıq özümüzə lazım olmayan işlərə, biz üçün daha vaciblik xırda olan işlərə bütün zamanımızı ayırarıq və zamanımızı doğru şəkildə bölməliyik və bu zamanımızı doğru şəkildə bölmədiyimizə görə biz üçün lazım olan, vacib olan əsas işləri yaddan çıxardarıq və əsas işlərə qala-qala qeyri-vacib olan işlərə doğru yönələrik. Ona görə ilk öncə nahara başlayırıq, nahardan sonra isə desert yeyəcəyik. Bəs həqiqətən də daxili intizam doğuşdan gələn bir şeydirmi? Yoxsa daxili intizamı siz özünüz yarada və onu inkişaf etdirə bilərsinizmi? Gəlin bunu sizinlə düşünək. Xoşbəxtlikdən daxili intizam özünüzün inkişaf etdirə biləcəyi bir şeydir. Siz bunun üzərində çalışaraq öz daxili intizamınızı doğru şəkildə yönəldə bilərsiniz. Əgər sizin sevdiyiniz bir iş varsa, gün ərzində o işə stabil saatları ayıraraq, hər gün bunu periodik şəkildə davam etdirə öz daxili intizamınıza bunu mesaj olaraq ötürə bilərsiniz və beyninizdə artıq bu iş üçün müəyyən zaman fasilələri ayrılmış olacaqsınız ki, bu da sizin daxili intizamınızın yavaş-yavaş inkişafına səbəb olacaq və doğru şəkildə yönələcəksiniz. Daxili nizam-intizamınız artdıqca siz özünüz də özünüzlə fəxr etməyə başlayacaqsınız.
özünüz özünüzə xoş sözlər deyəcəksiniz, özünüz özünüzü pozitiv şəkildə yönləndirəcəksiniz və artıq mənim ilk videomdan bu günə kimi dediyim şəkildə özünüz özünüzü motivasiya etməyə başlayacaqsınız və bütün işlərin başında motivasiyadır və motivasiyanız olduğu sayəsində siz istədiyiniz işi, görmək istədiyiniz bütün işlərdə uğur əldə edəcəksiniz və həmin işləri qalibiyyətlə yekunlaşdıracaqsınız. İlk olaraq özünüzü sistemə salmağı bacarın. Siz əgər doğru şəkildə sistemə düşsəniz, əgər doğru şəkildə özünüzü yönəltsəniz, öz içinizdə olan pis fikirləri atsanız, hər şeyə müsbət şəkildə yanaşsanız, insanlara daima sevgi ilə yanaşsanız, öz ətrafınızda olan aləmə sevgi yanaşsanız və bu artıq sizin içinizdən olan pisliyi söküb atacaq və siz daima xoşbəxtlik hormonları tüşlər demişəm, salgılayaraq artıq insanlara da xoşbəxtlik verməyə başlayacaqsınız. Çünki bildiyimiz kimi gülümsəmək insanlara baxdıqca keçən bir emosiya növüdür. Siz əgər qarşınızdan iki insanı xoşbəxt görsəniz, o da sizə xoşbəxt bir aura ötürəcək. Və yaxud da sizi kimsə xoşbəxt görsə, o sizin xoşbəxtliyinizdən xoşbəxtlik alacaq. İlk olaraq biz öz içimizdə olan daxilimizi təmizləməliyik. Və daxilimiz təmiz olduqdan sonra isə qarşımızdakı insanlara bu daxilimizdən müəyyən bir emosiyalar ötürməliyik və çalışdıqca öz ətrafımızı, öz yaxınlarımızı, çevrəmizi gözəlləşdirməyə çalışmalıyıq. Daha öncə mənim dediyim bir fikir var. İnsan bir süzgəc olmalıdır. Hansı ki ətrafınızdakı insanlardan pis emosiyalar çəkəcək və onlara sadəcə xoşbəxtlik yayacaq bir süzgəc olmalısınız ki, Allah-u Teala və yer kürəsi sizin bəxş etdiyiniz bu yaxşılığı görsün və bunun əvəzini sizə yaxşılıqla ödəsin. Bir də unutmayacağımız ən əsas şey nədir? İnsan xoşbəxt olmaq üçün özü özünə qalib gəlməlidir. Öz içində, öz daxilində olan mübarizə ilə müsbət şəkildə, xoş şəkildə ayrılmış insan artıq daimi müvəffəqiyyətlərə qapı açır. Əgər siz içinizdəki insanla, içinizdəki Mehdi ilə və yaxud da içinizdəki Vüqarla doğru şəkildə anlaşmışsınızsa və artıq onunla sevgi bağları yarada bilmişsinizsə, siz bunu qarşınızdakı insanlarla eyni şəkildə etməyə başlayacaqsınız. 2300 il bundan əvvəl Aristotel demişdir, daxilini sevən insan xaricə də həmin emosiyaları bəxş edir. İlk olaraq daxilimizi təmizləyirik, özümüzü düzəldirik və qarşımızdakı insanlara da həmin şey ötürməyə başlayırıq. Daima həyatınızın gözəl keçməyi ümidi ilə sizə xoş diləklərimi arzulayıram. Dinlədiyiniz üçün təşəkkür edirəm. Gecəniz xeyrə qalsın.